Salam, hər vaxtınız xeyir olsun. Afsayda baxırsınız. Studiyada mən Aytaç Zahid. Bugün çox maraqlı bir qonağımız var. Bugünkü qonağımız Azərbaycan millisinin boksçusu Sübhan Məmmədovdur. Xoş gəlmisiniz Sübhan. Xoş gördük. Necəsiz? Yaxşıyam, sağ olun, siz. Yaxşıyam, çox sağ olun. Təbrik edirəm sizi dünya çempionluğu münasibətilə. Sübhan, özünüzü necə mükafatlandırdınız qələbədən sonra? Qələbədən sonra yemək yeyə mükafatlandırdım. Nəzərə alsaq ki, çəkidə də dəyişiklik var idi. İndi hələ ki istirahət eləyindi. İnşallah gələn həftədən məşqlərimizə başlayacağıq. Bu qədər qısa müddət. Bəli, yavaş-yavaş məşqlərə start veriləcək. Bu ilki ili sizin üçün uğurlu hesab etmək olar, çünki sizdən ard-arda qələbələr gördük. İlin əvvəlində İpək Yol turniri oldu, orada çempion oldum. Daha sonra Dünya Kubok oldu, orada birinci mükafat qazandım. Son günlərdə də Avropa çempionatına getdik, ayın dekabrın 23-ü. Orada 3 döyüş keçirdim. 3 döyüş qələbə ilə başa vuraraq orada Avropa çempionu oldum. Bakıya döndüyü ayın 30-u 12 saatdan sonra dərhal dünya çempionatına yola düşdüm. Orada da 5 döyüş vuruşdum. Şükür Allah, orada da hər döyüşə qalib gələrək dünya çempionu oldum. Final görüşündən xüsusi olaraq danışacağıq. Çünki son günlərdə demək olar ki, hamı bundan danışır. Ancaq mənə maraqlıdır, finala qədərki mərhələdə sənin üçün ən çətin döyüş, ən çətin qarşılaşma hansı oldu? Finala qədər ən çətin qarşılaşma ikinci döyüşüm oldu. Tacik idmançısının oldu. Düzdür, 5-0 uddum, amma döyüş gərgin keçdi. Mənim üçün biraz çətin oldu. Finalda rəqibinin erməni əsilli idmançı olması psixoloji olaraq səndə hər hansı bir gərginlik yaratmadı? Biz ora yarış başlayanda rəqiblər bilinəndə biz təxmin edirik ki, o finala gəlib çıxacaq. Yəni ona döyüşə yaxşı nastroyk olmuşduq, hazırlaşmışdıq. Çox da çətin olmadı. Yəni yaxşı hazırlaşdığımız üçün şüraylə də oldu. 4-3 hesabı ilə qalib gəldim. Həmin an keçirdiyin hisslər, bilirəm sözlə ifadəsi çətindir, ancaq cəhd eləsən. O hissləri başa salmaq, yəni sözlə demək, yəni çətin bir işdir. Yəni o hissi yaşamaq lazımdır. İlk təbriki kimdən aldın? İlk təbriki müəllim Mehdi, yəni yanımdaydı. Mehman müəllim. Bəli. Daha sonra ailəmdən gəldi. Sonra da bizi sevən insanlar. Bəs qələbəni kimə həsr elədin? Qələbəmi Azərbaycan xalqına həsr elədim. Şəhidlərimizə, qazi qardaşlarımıza, onlara. Sosial şəbəkələrdə final görüntüləri xeyli məşhurlaşdı. Bu qədər belə desək diqqəti gözləyirdinmi, yoxsa sənin üçün sürpriz oldu? Mən orada internet olmur, heç mən bilmirdim. Baxdım ki, paylaşıblar insanlar, fərqli insanlar. Video 200 min, 300 min izlənir. Yəqin ki, maraqlı kommentlər, maraqlı şərhlər də var idi onların içərisində. Bir xüsusi diqqətini çəkən oldu? Çox yox. Yəni çoxsu təbrik edirdi. Çoxsu mükafatlanışırdı. Çoxsu da təbrik edirdi. Çox insan mı təbrik edirdi? Fəxr edirdi. Sübhan, 150 min dollarla nə etməyi düşünürsünüz? 150 min. Heç mən də fikirləşməmişəm. Heç bir planın yoxdur? Hələ ki planım yoxdur. Ailəmə verəcəm də belə. Ailənə verəcəksən. İnanım. Yəni maşın falan, çünki artıq bu etapda bu mərhələdə tezlər. Yəqin ki, məşqçinin burada bəzən məşqçilər icazə vermirlər ki, maşın almağa. Belə başqa nəsə belə bir planın var? Plan deyəndə yəqin ki, belə ev. Mən ailəm rayonda yaşayır, mən özüm burada məşqçi ilə qalıram, kirayədə qaldıq. Ailəm bura gətirmək istəyirəm. Xeyirliyə xərcləyəsən. Çox sağ olun. Sübhan, bəs necə oldu ki, məhz boksu seçdin? İlk öncə mən ən ilk idmanlarım cido olub, bir ay getdim. Sonra məsələn özüm orada tapmadım, sevmədim belə. Sonra daha sonra kickboksdan məşğul oldum, daha sonra da boksa yönəldim. Şükür Allah, boksda da yaxşı nəticələrimiz oldu. İlk öncə yeniyetmələrdə vuruşdum mən. Yeniyetmələrdə ikinci yerə çıxdım. Gənclərdə Respublika çempionu oldum. Daha sonra da böyüklərə çıxdım. İnşallah bugünkü gündə buradayıq. Boks bir qədər aqressiv idman növüdür. Maraqlıdır. Təbiətində, xarakterində, ümumiyyətlə gündəlik həyatında burdan nəsə varmı? Yəni yoxsa ki elə səbirli insansan?
Çox da səbirli deyə bilmərəm. Biraz səbirsizəm. Amma çalışdığım qədər çalışıram ki, səbirli olum. Yəni bizim o aqressiyamız, əsəbimiz hamısı ringdə olur. Dalaşqan insan deyilsən Xeyr. həyatda. Yəni çöldə çox, yəni dalaşqan insan deyil. Çox deyəndə yəni heç çalışıram dalaşmayam. Sakit məşqə gedirəm, məşqdən gəlirəm. Dostlarla oturub çay içirik. Yəni bu qədər. Yəni o aqressiya zət hamısı ringdə olur. Dostlardan sənə söhbət aparan olur. Yox, Olmur. yox, dost ətrafını elə qurmaq lazımdır ki, elə söhbətlərə heç getmək lazım deyil. Evdəkilərdən ən çox sevincinə şərik olan, belə qürurlandırdığını düşündüyün kim oldu? Ailəm həmişə yanımda olub, idmana heç vaxt mane olmayıb. Mən hazırlaşmışam da indi, amma hazırlaşırdım, oxumurdum. Evdə deyirdilər ki, hazırlaş. Sonra atam çıxartdı, dedi, yaxşı idmana get. Mən oxumurdum. Yəni, o da inandı, güvəndi ki, yaxşı nəticələr verəcəm. Mən də onun güvənini sarsıtmadım şükür Allah. Çünki bu gün bu titula yiyələndik. Sən nisbətən yüngül çəki dərəcəsində Bəli. döyüşürsən və səndən öncə də Azərbaycanda bu çəki dərəcəsində 48-50 döyüşənlər olub, ancaq onların karyeralarına biz baxanda görürük ki, müəyyən bir yerə gələndən sonra parlayıblar və artıq eniş dövrü daha tez başlayıb. Ümid edirik ki, eyni tendensiyanı səndə görməyəcəyik. Yox, şükür Allah bizim məqsədlərimiz var. Bu son deyil. Yəni bu dünya çempionu olduq, amma bu geridə qaldı. Biz irəlidəki məqsədlərimizə doğru inşallah irəlidə Avropa çempionatı var böyüklərin. Ora hazırlaşacağıq. Daha yenə dünya çempionatı, sonra da 2028 olimpiyada gəlir. İnşallah Azərbaycan da olimpiyadadan heç kim qızıl medal gətirməyib boks üzərində. Məqsədim odur ki, inşallah o ilki yaşayım. Ancaq Sübhan, sənin çəkin olimpiya çəkisi deyil. Bəs bu istiqamətdə nə düşünürsən? Yəqin ki, çəkini dəyişəcəksən. Bəli, çəkini indi 50 kiloda vuracağam inşallah. Daha sonra vaxtdan vəsimi qaldırıb olimpiyadaya hazırlaşacağam. Çatdıra biləcəksən səncə? Çünki artıq Bəli. bir göz qırpımında bir də baxacağıq ki, olimpiyada çatdı. Bəli, çatdıracağam inşallah. Ümumiyyətlə çəkinlə bağlı son olaraq da bir nüansı vurğulamaq istəyirəm. 2 dünya çempionatında sən 50-də idin, Avropada isə 48-də. İstər-istəməz yəqin ki, bu səndə çətinlik yaradırdı və sənin döyüşlərinə baxanda da hiss olunurdu ki, ilk qarşılaşmalarda adaptasiya problemi var müəyyən Bəli, qədər. biz Macaristanda hava soyuq idi orada. Hava şəraitləri də çox fərq edir. Orada çox küləkli, yağışlı idi. Oradan biz Dubaya gələndə ki, hava iqlim dəyişdi. Də hava orada ki 30-33 dərəcə isti var idi. O havaya alışmaq, çəki salmaq o biraz bir müddət, 3-4 gün mənə çox təsir elədi, halsızlaşdırdı məni. Ona görə bir-iki qarşılaşma yorğun kimi idim. Daha sonra havaya öyrəşdikdən sonra, çəki öyrəşdikdən sonra rahat oldu. Sənə 48 daha rahatdır, yoxsa 50? Düzdür, 2 kiloqram çəkidir, 2 amma bilirik kiloqram ki, idmanda önəmlidir. İdmanda önəmlidir 1 kilo, 2 kilo. Bəli, 50 kiloqram daha rahatdır. İntihası 48-də yəni hazırlaşa bilirik. Bu çəkidə sənin əsas rəqiblərindən biri Azərbaycanda Bilal Nəzərovdur. Yəqin ki, Bəli. növbəti ildə də sizin aranızda o maraqlı rəqabəti Bəli. izləyəcəyik. İnşallah. Bəli, keçən il biz Bilal'la finalda vuruşduq. O da çox yaxşı idmançıdır. O da dünya nəticəli, Avropa nəticəli idmançıdır. İnşallah bu ildə qarşılaşma olacaq. İnşallah yaxşı olar. Mən yenidən dünya çempionatına qayıtmaq istəyirəm. Bizim komandamız, kişilərdən ibarət milli komandamız 120 ölkə arasında komanda hesabında 4-cü yerə çıxdı. 2 bürünc və 1 qızıl medalla. Ümumilikdə komandamızın mundialdakı çıxışını dəyərləndirməyini istərdim. Nəzərə alsaq ki, tək qızıl medal səndədir. Bəli. Biz dünya çempionatına yaxşı hazırlaşmışdıq komanda olaraq. Medala çıxışa qədər də yaxşı gəlmişik 4-də 1-ə kimi. 8 nəfər idmançı ilə gəlib çıxmış 4-də 1-ə. 3 idmançı ilə çıxdıq medala və Məhəmməd Abdullayev yarım finalda düzdü, Alfonso Dominguez də yarım finalda düzdü. Onlar 3-cü yerə çıxdı. Mən də çempion oldum inşallah. Bir nüansı qeyd etmək istəyirəm. Həm Azərbaycanda, həm də dünyada bu müzakirə mövzusudur ki, Dubayda keçirilən dünya çempionatı assosiasiya tərəfindən keçirildiyi üçün Olimpiya Komitəsi tərəfindən tanınmır. Bu müəyyən mənada səndə hər hansı bir motivasiya düşkünlüyünü yaratmır ki? Yox, demək olar bütün ölkələrin bir nömrə idmançıları oradaydı. Yox, elə
bütün ölkələr oradaydı. 120 ölkə iştirak etdi. Yəni bu 120 ölkə iştirak etsə bu qeyri-rəsmi ola bilməz. Yəni mən vuruşduğum bütün idmançılarda dünya reytinqində var. Hamısı hər ölkəsinin bir nömrəsidir. Yəni bu qədər motivasiya yox, düşmədi. Amma Liverpool səhv eləmirəmsə tanıyırdı Liverpool. Liverpool tanıyırdı. Əslində Liverpoolda da uğurlu nəticəyə çox yaxın idin. Sadəcə bir növ bəxtsizlik deyək ki, rəqibin kifayət qədər güclü idi. Samet Gümüş Türkiyə təmsilçisi və ona məğlubiyyət yaşandı və ondan sonra özünü toparlamaq, psixoloji olaraq növbəti yarışa hazırlaşmaq çətin olmadı ki? Düz o yarışa tam 100% mən hazırlaşa bilməmişdim. Biz Gürcüstanda təlim toplanışında olanda biraz necə deyim, xəstələndim. Biraz tam yaxşı hazırlaşa bilmədim ora. Orada da mən minimum nəticə göstərə bilərdim, amma orada biraz nüanslar oldu ki, onu edə bilmədim. Ondan sonra tam hazırlıq Avropaya oldu. Ora çox ciddi hazırlaşdıq. Şükür Allah, orada da çempion olduq. 19 yaşında dünya çempionu olmaq səni hardasa arxayınlaşdırmaz ki? Yox, inşallah bizim hədəflərimiz var. Olimpiya çempionu hədəflərimiz var bizim. İnşallah elə bir şey olmayacaq. Çünki yəni o olsa, düşüş başlayacaq. Çalışacağıq ki, o olmasın. Məşqinizdə necə yola gedirsiniz Mehman müəllimlə? Məşqim mən 8 yaşımda mən Mehman müəllim yanında məşq edirəm. Yəni uşaqlığımdan. Yəni artıq o mənim üçün məşqçi yox, bir qardaş kimidir. Biz burada da bir evdə qalırıq. Yəni bir gəlmişik rayondan, bir də evdə qalırıq. İnşallah yəni bu nəticələrin hamısı, bu qazandığım titulların hamısı, yəni ən böyük pay sahibi mənim məşqçimdir. Yəni onun əziyyəti danılmazdı. Məşqçi ilə ev yoldaşı olmağın maraqlı tərəfləri də var. İndi bilirik ki, siz qidalanmanıza, yuxu rejiminizə, ümumiyyətlə həyat tərzinizə çox diqqət etməli olursunuz və onun gözünün qabağındasan. Sizin ara sıra belə mübahisələriniz, anlaşılmayan məqamlar olurmu? Olur, bəzən çox çəki salanda çox yeyirəm. Onda olur, biraz rejim var, yəni yeməkləri düzgün yemək lazımdır. Mən biraz bəzən çox yeyirəm, ya hardasa yeyib gəlirəm. Biraz elə olur, amma yaxşıdır rejim barəsində hər şey. Məşqçi ilə ev yoldaşı olmaq maraqlıdır. Sübhan, bayaq qeyd etdin ki, növbəti hədəf olimpiyadadır. Ancaq bilirik ki, hələ olimpiyadaya 3 ilə yaxın bir müddət var. Bəs ona kimi əsas hədəflər, ən yaxın hədəflər nələrdir? Dünya çempionatı, daha sonra da bir tək olimpiyada qalır. Orada lisenziya inşallah alarıq. Oradan da çalışıram ki, vətənə qızıl medal gətirim. Ümid edirəm ki, sən bu məqsədinə nail ola biləcəksən. Təşəkkür edirəm bir daha vaxt ayırıb gəldiyiniz üçün. Ofsayta baxırdınız, növbəti verilişlərdə görüşənədək.